Natural ədədlərə aid belə bir sual düşüb. Qarşılıqlı sadə olan A və B natural ədədləri üçün həmin ədədlərin əköbu 126, A plus B 23 olarsa, A kvadratı plus B kvadratı ifadəsinin qiymətini soruşur. Bütün il boyu şagirdlərə bu düsturu əzbərletməyə çalışıram, amma təəssüflər olsun ki, şagirdlər bu düsturun açılışını yadda saxlaya bilmirlər və imtihanda yenidən bu düstura aid sual var. Bu düstur köməkçi düsturdur və iki cür açılışı var. A minus B'nin kvadratı plus 2AB də var. Biz demişdik ki, bizə nə soruşulsa, biz ona uyğun düsturu seçirik. A plus B 23 verildiyinə görə bizə birinci açılış lazımdır. İndi, qarşılıqlı sadə ədədlər olduğuna görə həmin ədədlərin əköbu onların hasilinə bərabərdir. Yəni, A vur B-yə. Deməli, A vur B 126-dır. A plus B də 23-dür. İndi, həmin açılışdan istifadə edirəm. A kvadratı plus B kvadratı olacaq A plus B-nin mötərizə kvadratı minus 2AB. A plus B 23 verilib. 23'ün kvadratı minus 2 vur 126. 23'ün kvadratı 529. Çıxıram 252'ni. Verir bizə 9'dan 2 çıxanda 7, 12'den 5 çıxanda 7, 4'ten 2 çıxanda 2. Yəni düzgün cavab B variantı.